Salam, gəlin belə bir sualın izahına baxaq. Demək, bizə belə bir bərabərlik verib və A plus B plus C cəmini istəyir. İndi gəlin buradan dövr açaq. Necə yazaq? 1 tam 3. Dövrdəki ədəd budur. Bunu yazaq. A3B. Yəni bu təkrarlanır da. Yazıraq. 3B və s. İndi digərini də açaq. 1 tam C A. C 58. C58 və s. Bu da sonsuza qədər gedir. İndi burada bərabərlik olduğuna görə biz bərabərliyin sağ və sol tərəfini bərabər götürməliyik. İndi bura baxın. Vergüldən əvvəl, yəni solda birlər bərabərdir. Vergüldən sağdakı ədədlər də bir-birinə bərabər olmalıdır. İndi baxaq. Burada 3 və C verib. Burada 3-dür, burada C-dir. Demək, C 3-ə bərabərdir. Bunu yazıram. Burada A'lar bərabər verib, C-ni 3 tapmışdıq. Demək, B 5-ə bərabərdir. Buradan görünür. B bərabərdir 5. A da 8-ə bərabər olmalıdır ki, bu ədədlər bir-birinə bərabər olsun. Bunları tapdıq. Bunların cəmi istəyirdi. A plus B plus C yerinə qoyaq. A 8, 5, 3. Bunları da cəmləsək 16 edər. Demək, cavabımız D variantı oldu.